Ukraynalı hərbi əsiri edam etməkdə ittiham olunan Rus əskəri ilk dəfə olaraq Ukraynada məhkəmə zalında fiziki olaraq iştirak edib. Çağırış siqnalı stalker olan 26 yaşlı Rus əskəri Dmitri Kuraşov Ukrayna hərbçisi Vitali Hodnyuku təslim olandan sonra öldürməkdə ittiham olunur. Aralarında öz əskər yoldaşları da olan hadisə şahidlərinin verdikləri ifadələrə görə Kuraşov silahını atıb, əllərini qaldırıb təslim olan əskərə atəş açıb. Sonradan əks hücum nəticəsində Kuraşov da daxil 9 Rus əskəri Ukrayna hərbçilərinə əsir düşüblər. Ukrayna hərbçisi çağırış siqnalı baxı olan Aleksandr Deynijenko deyir ki, itirilmiş mövqelərini geri alanda 2 Ukrayna əskərinin cəsədlərini görüb. Onların cəsədi döyüş üçün səciyyəvi olmayan vəziyyətdə silahsız yerə uzadılıbmış. Возле них, во-первых, не было ихнего оружия. Это раз. Birincisi, onların silahları yox idi. İkincisi isə, onlar qeyri-təbii vəziyyətdə uzanmışdılar. Bu da onların güllə yarasını döyüş əsnasında almadığını göstərir. Пулевые ранения, не полученные при бою. Kuraşov məhkəmədə müharibə qanunlarını pozmaqda, habelə qəsdən adam öldürməkdə ittiham olunur. Kuraşovun əskər yoldaşları məhkəmədə onun əleyhinə ifadə veriblər. Onun xidmət etdiyi bölmənin komandiri bildirib ki, Rus əskərləri döyüş mövqeyini ələ keçirəndə silahsız bir Ukrayna əskərinin əllərini qaldıraraq blindajdan çıxdığını görüb, ardınca da atəş səsi eşidib. Oxşar ifadələri həm məhkəmədə, həm də Azadlıq Radiosunun Krım reallıqları layihəsi ilə söhbətlərində digər şahidlər də təsdiqləyiblər. Dmitri Kuraşov özü isə məhkəmədə əvvəlcə təqsirini inkar edib, sonra isə etiraf edib. Baxmayaraq ki, o bunu yalnız prosesi sürətləndirmək, məhbus mübadiləsi siyahılarına salınması üçün etdiyini deyir. Beynəlxalq hüquq silahlarını yerə qoyub təslim olan əskərləri qoruyur. Bu, müharibədə döyüşçülərin davranışı və döyüşməyənlərin müdafiəsi ilə bağlı qaydaları müəyyən edən Cenevrə və Haaqa konvensiyaları ilə təsbit olunur. Təslim oldum deyən, əllərini qaldıran və ya təslim olmaq işarəsi verilən, istənilən şəxslə bağlı Cenevrə konvensiyasına əməl edilməlidir. Rusiya Federasiyası bu tələblərə əməl etməyə borcludur. І Російська Федерація повинна їх дотримуватися. Rusiya Ukraynaya qarşı geniş miqyaslı müharibəyə başlayandan bəri Ukrayna prokurorları Rus qoşunlarının Ukraynalı hərbi əsirləri öldürməsi ilə bağlı 212 iş açıb. Prokurorlar deyirlər ki, bu cür işlər daha çoxdur, lakin sübut tapmaq çətindir, çünki cinayətin baş verdiyi yerlərə giriş çox məhduddur. Інформація про віддання 2023-cü ildə 11 edam hadisəsini sənədləşdirmişik. 2025-ci ilin ilk 3 həftəsində biz artıq 11 hadisəni də qeydə almışıq. 2024-cü ildə bu rəqəm 133 idi. Real rəqəm isə xeyli yüksək ola bilər. людей, які віддають такі накази. Rusiya əskərləri tez-tez Ukraynalı əsgərlərin, o cümlədən hərbi əsirlərin öldürülməsini lentə alır və sosial şəbəkələrdə dərc eləyirlər. Ukrayna prokurorlarının fikrincə, bu onu göstərir ki, bu cür davranış hərbi cinayətlərin törədilməsinə Rus ordusunda nəinki göz yumulur, bu əslində həm də düşünülmüş bir siyasətdir. Hazırda məhkəməsi gedən Kuraşov keçmiş məhkumlardan təşkil edilmiş Storm V bölməsində xidmət eləyib. Bu bölməyə cəlb olunanların əksəriyyəti Rusiyada zorakılıq, adam öldürmə, oğruluq və digər cinayətlərə görə uzun müddət cəza çəkənlər olub. Onlar cəzalarının çəkilməmiş hissəsindən azad olunmaq müqabilində Ukrayna müharibəsinə göndərildiklərini bildiriblər. Kuraşovun xidmət etdiyi dəstənin bəzi üzvləri deyirlər ki, onlara Bədnam Wagner muzlu qruplaşması təlim keçib, onlara atəş açmaq, qumbara atmaq öyrədilib. Kuraşovun bölmə komandiri də deyir ki, təlim zamanı onlara heç bir Ukraynalı hərbçini əsir götürməmək, onları öldürmək göstərişi verilib. Amma bəzilər də bildiriblər ki, təlimdən sonra onlara Ukraynaya səngər qazmağa gedəcəkləri bildirilib və heç vaxt ön cəbhə xəttinə göndəriləcəklərini gözləməyiblər. Amma biz onların öz hekayələrini hansı şəraitdə bölüşdüklərini bilmirik və dediklərinin doğru olduğuna zəmanət verə bilmərik. Ukrayna Təhlükəsizlik Xidmətinin Zaporojye vilayəti üzrə İstintaq İdarəsinin rəisi Dariya Luxova deyir ki, bu tip əskərlərin hamısının hekayəsi oxşardır. Onların əksəriyyətinin hekayəsi eynidir, həbsdən azad olunmaq və ya pul qazanmaq istəyi. Deyirlər ki, Ukraynaya ancaq səngər qazmağa gəliblər, döyüşməyə yox. Amma onların bellə, kürəklə deyil, silahla saxlanmaları söylədikləri versiyanı darmadağın eləyir. Kuraşov da oğurluq və mənimsəmə ittihamı ilə ikinci həbs cəzasını çəkirdi və Ukraynaya döyüşmək təklifini qəbul edəndə cəzasının bitməsinə 5 il qalmışdı.
O da bildirib ki, bu təklifi qəbul edəndə kimisə öldürmək üçün əlinə silah götürəcəyini gözləmirmiş. Kuraşovun öldürməkdə ittiham olunduğu Ukraynalı hərbçi Vitali Hodnyuku yalnız 2024-cü ilin mayında ölümündən təxminən 6 ay sonra dəfn etmək mümkün olub. Çünki cəsədi aktiv döyüş bölgəsindən çıxarmaq mümkün değildi. Onun həlak olduğu ərazi hazırda Rusiyanın işğalı altındadır. Kuraşov isə məhkəmə hökmünü gözləyir. Onu 10 ildən 15 ilədək həbs ya da ömürlük həbs gözləyir.